Salyan rayon məhkəməsinə təzəcə sədr təyin olunmuşdum. Məmləkətdə hakim seçilmişdim. Adətən məhkəmənin sədri, prokuror, rəis, rayonun rəhbər vəzifəli işçiləri dəyişəndə şikayətə gələn adam çox olur. Katibim dedi ki, bəs bir nəfər oğlan qəbula gəlibdi. Plastik kütlə emalı zavodu vardı, oranın fəhləsidir. Dedim, qəbula gəlib, qəbul günü gəlsin də. Dedi, yox, hakimə denən ki, imkan varsa, amma ayrıca bir gün ayırsın. Başqa vaxt. Dedim, onu denən 6-cı gün gəlsin. 6-cı gün gəldi, bunu qəbul elədi, mutlu, danışır, nədir dərdin, şikayətin. Gördüm, danışdıqca elə bir ki, məsələn, bu bir növü belə havalanır, özündən çıxır. O qədər əsəb gərginliyi keçirib ki, dedim ki, axı nədir bir an? İcazə verin, gedim bir dərman atım, get yaxşı dərman at. Getdi, gəldi. Məsələnin mahiyyəti nədir? Deməli, bu öz xalası oğlu ilə birlikdə, oğlanın adı indi kimi yadındadır, Bünyat. Moskvada Yeyinti Sənayesi İnstitutu var, orada qiyabı oxuyurlar. Bunlar gediblər sesiyaya, sonra deyir, evə gəlməyə az qalmış, sesiyaya yekunlaşırdı. İzmailovski parkda gəzirdik. Bir də gördük, deyir, sprint lotariyası vardı o vaxtı. O sprint lotariyası nə idi? Sırırdın, açırdın. Uduş içindeydi. Bunun xalası oğlu Salyanda PMK-da mühasib işləyir. Bu özü fəhlədir. Dedi, gedək lotariyalı. Dedim, mənim imkanım nədir lotariya almam? Bu getdi, deyir, 5 dənəsini aldı. Cürdü, heç nə yoxdur. Sonra deyir, elə getdim, dedi, məşqo gedim, kesinə mənim vaxtım sınıb. Getdim, aldım, elə birincini qıranda Qaz 24. O vaxtda Qaz 24 çox qiymətli bir maşın hesab olunurdu. Çox sevindik, deyir, qaçdıq, deyir, əmanət kassasına, dedilər, yox, bunu mərkəzi əmanət kassasına getmək lazımdır. Növbəti gün deyir, durduq, hazırlaşdıq ki, gedək ora rəsmiləşdirmək üçün. Xalam oğlu deyir, məndən böyükdür, həm də bu rus dilində məndən yaxşı danışır. Bu kostyumda geyinibdir. Mən deyir, qolu kəsikliyəm, havəslidir. Pasportumu da lotariyamda vermişəm buna, qoyub kiminə. Getdik, deyir, orada danışdıq, elədik. Bu verdi ora, başladılar bunu deyir, sənədləşdirməyə. Bunu 5 kopya Patkaprofka yazıb. Sonra deyir, bunu bizə verəndə saxladı, deyir, axırıncı vərəqi, dedi ki, desən bu yaxşı düşməyib. Dedi ki, eyb yoxdur, mən əlimlə yazaram bunu. Onda başladı, deyir, ad familiyanı deyəndə gördüm, deyir, bunun ad familiyasını deyir. Deməli, xalası oğlu lotariyanı təqdim eləyəndə bunun pasportunu saxlayıb cibində özünün pasportunu təqdim edib. Və avtomaşına format olunub bunun adına. Başladı, deyir, mübahisəmizə, nə belirləmsən, deyir, dedi ki, dava salma, ikimizin də əlindən alarlar. Nə olacaq? Cəmaat hamısı gəlir, İvanın Petrovun adına maşın alır, aparır, Azərbaycan sürür. Xalam oğluyum da, mənim adım olur, sən sürərsən. Nəysə, bu minvalla deyir, məni sakitləşdirdi. Aldıq, deyir, sənədləri falan, oradan düz gəldik instituta. Bu özü çıxdı, deyir, Patokun qarşısında elan elədi ki, ay uşaqlar, gəlin, təbrik eləyin. Töküldü, deyir, uşağım üstümə. Ay, baxaq, sənədi götürdük. Büdüdürək, sənin adın yazılıb bura. Dedi, hə, mənim adım ona görə yazılıb ki, mənim sürücülük vəsiqam var. Maşını buradan alıb sürə-sürə aparmaq üçün elə mənim adıma yazılıq. Özü də bunları deyib. Axşam da banket təşkil elədik, Azərbaycanlı uşaqlara qonaqlıq verdik. Ondan sonra elə oldu ki, maşını oradan vermədilər. Dedilər ki, gedin Bakıya turist mağazasına göndərəcəyik, Xırdalana. Oradan götürərsiniz. Çıxdıq, gəldik, deyir, indi hər gün gözləyirik. Paştalyona da demişəm ki, bax, belə bir telegram falan gəlsə, təcilimağa xəbər ver. Bir gün deyir, gəldi ki, bəs telegram gəlib. Telegramı götürdüm, sevinə-sevinə qaçdım, getdim. Xaloğlu, bəs maşın gəlib, gedək maşını gətirək. Gördüm, deyir, heç bunu kef açılmadı. Dedim, bəs gedək maşını gətirək. Deyir, dedi ki, xaloğlu, bilsən nə var? Mən o maşını sənin qapına gətirə bilməyəcəm. Sürücülük hüququndan da yoxdur. Maşını sürərsən, avar elərsən, məni tutarlar. Ona görə mən öz qapıma gətir. Deyir, dedim, yekə oğlansan, bəs bilirsən ki, bunu mən unutmuşam. Dedi, yox. O bahis elədik, dedim, pasportunu ver, gedin maşını gətirim. Və bu da çox düzgün davadalaş edirik. Götdü, deyir, pasportun dik ortadan cırdı, atdı, dedi, ala, git gətir. Qaldıq belə, deyir, nəsə mübahisə. Çıxdım, getdim, bir həftə, 10 gün, deyir, Seyid, Molla, yığışdırar ki, bala, qohumsuz, belə bir avırçılıq eləməyin, yola gəlin falan eləyin. Axırda belə məsləhət gördülər ki, gedin maşını götürün, gətirin, gəlin burada mübahisənizi həll edin də. Gəldik, deyir, maşını oradan götdük, getdik, deyir, bu Həyat Regensin baş tərəfində bir stayanka vardı o vaxtda. Getdik, deyir, maşını saxladıq orada. Dedik, gedək kəndə, qaydaq Salyana. Məsələni həll eləyək, sonra gələrik. Nəsə ayrıldıq, getdik, deyir, 2 saatdan sonra zəf edim stayan şıqa ki, bəs maşın, dedi, ola, oğlan ayrılanan 1 saat sonra gəldi, maşını götdü, getdi. İndi, deyir, maşını sürür aşağı yuxarı. Nə bilim, prokurora yazmışam, AVHS yazmışam, Raykom'a yazmışam, KGB-yə yazmışam,
hamısına müraciət eləmişəm. Deyirlər ki, loteriyanı kim təqdim edib onu götür. Mümkün deyil. Ona görə deyir, dayı yaşaya bilmirəm, mümkün deyil. Əsəb öldürür məni. Dedim, məktəbin uşaqların, müəllimlərin o kimi ki, yanında bu etiraf verib, onların ünvanını bilirsən? Dedi, yox, amma məktəbin ünvanını bilirəm. Dedim, get, dediklərini yaz, iddia ərizəsi tərtib elətdir, həftənin birinci günü tezdən gətir və məktəbin ünvanını gətir. Birinci gün tezdən getdi. Gətirən kimi dərhal qərar qəbul elədim və maşının üzərinə həbs qoydum. Və maşını qoydum polisin dayanacağına. Eyni zamanda bunu dəvət elədim həmin cavabdehi. Dedim, gəl iddia ilə bağlı izahatını ver. Gəldi, elə birinci izahatında yazdı ki, bəs loteriyanı şəriklə almış. 50%-in etirafa getdi. Deməli, məktəbə yazdım, oradan bütün müəllimlərin, tələbələrin, bunların, o patokunun hamısının ünvanlarını aldım. Sonra götürdüm, deməli, o vaxtı. Bir yadımdadır ki, Moskvanın 7 il yoxsa 9 rayonuna, eyni zamanda SSR-nin müxtəlif bölgələrinə məhkəmə tapşırıqları göndərdim ki, bu adamlar bu suallar ətrafında dindirilsin. Gələn o cavabların %100-ü hamısı təsdiq elədi ki, yox, mən danışdım. Bəs orada dedi ki, Bünyadovdur, mənim adıma sadəcə formal olaraq qeyd olunmuş. Bu rayonda da bir 3-4 tələbə yoldaşları vardı. Onları dəvət elədim, onları dinledim, elədim. Hətta gedib onlara təsir eləmişdi ki, gəlməyin ora, mənim üzümə durmayın. Onları da məcburi gətirdim, dinledim. Sonra elə onların haqqında da tədbir gördüm gəlmədiklərinə görə. Son nəticədə neçə gün proses getdi, elə araşdırdıq. Axırda qərar qəbul elədim, götürdüm, aldım, verdim maşını fəhliyə.